Oxuyaq do majorda əskildilmiş üç səslini. Əskildilmiş üç səslimiz neçənci pillələrdə əmələ gəlir? Quruluşu nədə əskildilmiş üç səslinin? Kiçik tersiya üstə gəl, kiçik tersiya. 2 dənə kiçik tersiya kiçilib əskilib. Düzdürmü? Qammanın əmələ gəlir 7-ci və sol 2-ci pillələrdə. 7-ci pillədə majorda natural, minorda harmonik. 2-ci pillədə majorda harmonik, minorda natural əskildilmiş üç səslə əmələ gəlir. Do majorda tapaq 7-ci pilləni. Gəl. Si. Aha, bir pillə ötürü üç səslimizi quraq. Si. Tez. Re. Tez-tezdir. Si, re, fa. Aha, oxuyaq. Si, re, fa, həll edək. Do, mi, 7 1-ə, 2 1-ə, 4-də 3-ə, düzdür? Si, re, fa, do, mi, pillələrlə 7 2 4 1 1 3. İndi ikinci növü 2-dən. Re, fa, harmonik ama. La, bemol, bəmləşmiş 6 harmonik. Aha, həll olur. Mi, sol, əhsən, bu da daxilə. 2 burada 3-ə həll oldu məcburiyyətdən. Çünki daxilə həll olmalıdır. Bir dənə yuxarı getməlidir. 4 3-ə həll oldu. 6 da 5-ə, düzdür? Re, fa, la, re, fa, la, bemol. La, re, Fa, la, bemol. Mi, sol pillələrlə 2 4 6 3 3 5-ə həll olur tonika do. Bir də oxuyaq ardıcıl. Si, re, fa, do, mi, re, fa, ikinci növü. Re, fa, la, bemol, mi, sol, tonika, do. Pillələrlə 7 2 4 həll olur. 1 1 3. İkinci növü 2 4 6 bəmləş. Aha, həll olur. 3 3 5 tonikanı oxuyuruq. 1. Ay sol. Bu oldu bizim əskildilmiş üç səslimiz. Düzdür? Desən, evet. Aha. Oxuyaq artırılmış üç səslimizi indi. Majorda, do majorda. Artırılmış üç səslin quruluşu nədir? Artırılmış səsli və tonika. Artırılmış. Əgər əskildilmiş üç səsli 2 dənə kiçik tırsa idisə, artırılmış üç səsli 2 dənə böyük tırsadır. Ay sağ ol. Artıb, böyük üstə gəl, böyük artıb. Majorda əmələ gəlir artırılmış üç səslimiz qammanın 6-cı pilləsində, minorda 3-cü pillədə. Majorda həll olur tonika kvarts sekst akkorduna, minorda tonika sekst akkorduna. Oxuyaq do majorda. Tapaq 6-cı bəmləşmiş pilləmizi. Ya mı? Ya. Bemol. La bemol. Ay sağ ol. Bu da majorda və minorda yalnız və yalnız harmonik halda əmələ gəlir. Artırılmış üç səsli. Oxuyaq. La bemol, üç səsli do, əhsən, mi, həll edək, sol, do, mi. Bax, artırılmış üç səslər, əskildilmiş üç səslər. Bunlar dissonanslardır, qulağa xoş gəlmir. La bemol, do, mi, həll edək, sol, do, mi. İndi pillələrdən oxuyaq majorda. La bemol, 6 1 3 6 5-ə 1 3 sabitli yerində. 5 1 3 alındı tonika kvarts sekst akkordu. Düzdürmü? Artırılmış üç səsli majorda həll olur tonika kvarts sekst akkorduna. Gələn dəfədə minorda oxuyarıq bunların hamısını və baxarıq ki, necə həll olur. Yaxşımı?